efirdə susmaq bacarığı niyəsə itib. Çünki radioda susmaq bacarığı da olmalıdır. Amma bu günləri düşündülər ki, yalnız danışmaq lazımdır. Kamran, biz müxtəlif şəxsiyyətlər haqqında verilişlər hazırlamışıq da bu Sirdaş, indiki Yaddaş layihəsi çərçivəsində Yusif Vəliyev haqqında veriliş hazırlamışdıq. Ən sevdiyim aktyor. Allah rəhmət eləsin, mən ən çox sevdiyim aktyorlardan biridir. Və onun haqqında məlumatları oxuyanda deyirdilər ki, susmağın kralıdır bu adam. Amma nəyə görə? Bəzən hansı sözü deyəcəyi unudurdu, onu yadına salırdı. Onu elə ustalıqla susaraq eləyirdi ki, bu çox gözəl göründü. Və bir də Gün Keçdi filmində Leyla Şıxlinskaya baxmısınız da, görmüsünüz bu. Siz baxırsınız bu adam baxışlarıyla necə danışır, susaraq danışır. Mən çox nadir hallarda bu dərəcədə dolğun, susaraq danışan adam görmüşəm. Mən şəxsən pauzaları Yusif Əliyevdən öyrənmişəm. Məncə indi belələri siz demişkən yoxdur. Və təəssüflər olsun ki, bugün televiziya məkanında danışaraq insanları yoran aparıcılar var. Və danışığında bir məna olsun, bir hansısa bir informasiya kəsb eləsin yox. Jurnalist etikasını, mən jurnalist deyirəm, amma aparıcı etikası belə deyək, nəzərə alaraq bir xanım adını çəkməyəcəyəm, amma bu adamın kanalına və efirə nə vaxt çevirirsənsə ancaq onun səsi gəlir. Adam özü başa düşməlidir ki, yorur adamı. Və təsəvvür edin ki, 3-4 nəfər qonaq çağırır, özü təkdir. Verilişin 80%-ni özü danışır. Qalan o 3-4 qonaq 20%-i danışır.